Salam hər kəs dostlar. Bugün mən Elxan Elatlı'nın imza gününə gəlmişəm. İndi isə kitab seçirəm. Abi şey dedik. 13. Mən indi isə kitabları seçdim. Baxın, biri təzə çıxan boş çanta, biri isə psixiatr xanımdır. Gəlin keçək, oturaq. İndi isə yerimizə keçdik, əyləşdik. İndi isə Elxan Elatlı'nın gəlməsini gözləyirik. Ən şöhrətli şəhərlərindən biridir. Təsadüfi deyil ki, dahi Nizami Gəncəvi mənim bildiyimə görə ki, Gəncədən çıxır. Amma Gəncədə yaşadığı vaxtda belə qibtə istəyinə Bərdənin çox möhtəşəm bir şəhər bildiyinə görə o poemalarında Bərdəni göylərə qaldırıb. Yəni 31 Əşrəfli Nəzri. Kimdən alıyor? Sevil, sen alıyorsun. Sevil, öğretmen. Geçen sene tutmuşsun. Təcrübələrim biraz daha. İndi isə dostlar, kitablarımı imzalattım. Gördüğünüz gibi bakın. Böyle. Ben çok şad oldum Elxan Elatlı'nı gördüğüme.